Türk ağa xanımların arasında qüvvət, söydüyün insanın ürəyini quruyub qırmamaqdır. Bu kişiliğin ən gözəl şəklidir. Bəziləri xiyal elərlər ki, kişilik yanı heç ehsası göstərməmək, heç məzrət istəməmək, heç iştibah elədim deməmək. Amma həqiqət başqadır. Rəvanşünası deyir, rabitədə ehsasını salim şəkildə bəyan edə bilən insanlar əmiq etimad və səmimiyyət qururlar. Ağa, bəzi vaxt xanımının səndən eşitmək istədiyi ən gözəl cümlə budur. Həqlidir, üzr istəyirəm, səni narahat elədim, amma qəsdim yox idi. Bu sözlər sənin şəxsiyyətini kiçiltməz. Bərəks, xanımının gözündə səni daha da böyükləndirir. Çünki əmin insan iştibahını qəbul etmədən qorxmaz. Dildaş ağa, xanımın qüvvətli mərd istəyir, amma qüvvət səsi ucaltmaqla olmaz. Türk ağa xanımların arasında qüvvət, söydüyün insanın ürəyini quruyub qırmamaqdır. Bu kişiliğin ən gözəl şəklidir. همراه امن زندگی